Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube kanalı izləyicilərim. Mən Aygül Əlabbasova yepyeni bir mövzu ilə yenə görüşünüzə gəlmişəm. Bugünkü videomuzun mövzusu əməyin təhlükəsizliyi və əmək fəaliyyətidir. Gəlin bu mövzunu birlikdə ətraflı öyrənək. İlk olaraq demək istəyirəm ki, əmək nədir? Dəyərli izləyicilər, əmək insanın öz ehtiyaclarını ödəmək üçün gördüyü fiziki və ya zehni fəaliyyətdir. İnsan işləyərkən həm cəmiyyətə fayda vermiş olur, həm də öz bacarıqlarını inkişaf elətdirir. Məsələn, bunu nəyə misal göstərək? Zavodda çalışan bir fəhlə. Fəhlə neyinir? Fiziki əmək görür. Və yaxud da ki, müəllim, həkim, proqramçı və s. Bunlar neyinir? Bunlar isə daha çox zehni əmək fəaliyyəti ilə məşğul olurlar. Əmək insanların həyatında çox vacib rol oynayır. İnsan əmək sayəsində yaşayır, inkişaf eləyir, cəmiyyətdə formalaşır. Bəs əməyin təhlükəsizliyi nədir? Əməyin təhlükəsizliyi iş yerlərində insanların sağlamlığına və həyatına təhlükə yaratmayan şəraitin təmin olunmasıdır. Təbii ki, bu işçinin işindən, vəzifəsindən asılı olmayaraq, əsasən təhlükəsiz mühitdə olmalıdır, sağlamlığı qorunmalıdır, qoruyucu qaydalara əməl edilməlidir. İşə götürənin əsas vəzifəsi də işçilər üçün təhlükəsiz iş şəraiti yaratmaqdır. Çünki əsas faktorlarımızdan biri nədir? İnsan həyatı. İnsan həyatı hər şeydən önəmlidir. Müəssisələrdə təhlükəsiz iş şəraitini qorumaq üçün bir çox təlimatlar keçirilir. Əmək müqaviləsində əsasən bu təlimatların hər biri qeyd olunur. Məsələn, bura hansılar daxildir? Giriş təlimatı, ilkin təlimatlar var, təkrar təlimatlar var, hətta növbədən kənar təlimatlar var. Bəs gəlin görək bu təlimatlar ayrı-ayrılıqda nə məqsəd daşıyır? Dəyərli müəllimlər, dəyərli YouTube kanalı izləyicilərim, giriş təlimatı deyəndə nəzərdə tutulur işə yeni başlayan işçilərin müəssisənin ümumi təhlükəsizlik qaydalarının izah olunması. Bir də var ilkin təlimat. İlkin təlimatda isə işçi öz iş yerində istifadə edəcəyi avadanlıqlar, təhlükəsiz iş üsulları ilə tanış olmuş olur. Təkrar təlimatda isə daha çox müəyyən müddətdən bir təhlükəsizlik qaydalarının yenidən xatırlatmasıdır. Məsəl üçün, hər gün tutalım ki, iş başlamazdan əvvəl, yəni bununla təmin olunmuş işçi mütləq təkrar təlimat verir ki, yəni bu təhlükəsizlik qaydalarına əməl eləyin. Bir də var növbədənkənar təlimat. Bu isə əsasən qəza və ya yeni təhlükə yarandıqda əsasən əlavə təhlükəsizlik təlimi kimi keçirilə bilər. Təbii ki, bu da yəni ehtiyac olduğu tədbirdə istifadə olunur. Əmək fəaliyyəti zamanı insan bədənində bir çox proseslər baş verir. Məsələn, insan işləyərkən orqanizmdə müxtəlif proseslər gedir. Əzələlər işləyir, təbii ki, bunun işindən asılı olaraq, qan dövranı sürətlənir, əsəb sistemi fəaliyyət göstərir, bədən enerjisi sərf edilir. Buna görə də insan oksigenə, düzgün iş şəraitinə ehtiyacı olur. Əməyin intensivliyi nədir? Əsasən, əməyin intensivliyi insanın işləyərkən sərf etdiyi fiziki və zehni gücün səviyyəsidir. Bu əsas faktorlar kimi əsasən asılıdır. Kollektiv münasibətdən, texniki səviyyədən, yəni texnikaların səviyyəsi, təhlükəsizlik şərait, iqlim və temperatur, insan sağlamlığı və yaşayış şəraiti. Təbii ki, bunlar nədir? Özündə nəyə ehtiva edir? Məsələn, kollektivlə münasibət bizə bilavasitə təsir edir. Məsələn, biz bir müəllimik, bizim peşəmiz kollektivlə işləməkdir. Kollektivdə olan münasibətimiz bizim bilavasitə işimizə təsir edir. Təbii ki, bu hər birimizin şahid olduğu bir nüansdır. Və yaxud da ki, şagirdlərin olsun. Şagirdlər üçün bu necə təsir edə bilər? Yoldaşlarla olan münasibət onun dərsə olan marağına, dərsdə olan gedişat, dərsin qurulması, qrup işlərinin təşkili hər şeyə təsir edir. Bir də var texnikanın səviyyəsi.
Texnikanın səviyyəsi deyilində nə nəzərdə tutulur? Məsəl üçün, bizə verilən avadanlığın düzgün işləməsi. Məsəl üçün, biz indi hal-hazırda dərzi ixtisası üzrə fəaliyyət göstəririk. Bizə verilən, məsəl üçün, avadanlığın qaydasında olması, maşınlarımızın düzgün işləməsi və yaxud da ki, digər avadanlıqlarımızın bizim işimizə əsas təsir edir. Çünki işimizin normal qaydasında getməsi bizə verilən avadanlıqlardan çox asılıdır. Təhlükəsiz şərait. Məsəl üçün, təhlükəsiz şərait deyəndə nə nəzərdə tutulur? Məsələn, dərzi üçün tutalım ki. Məsəl üçün, xüsusi geyimlərlə təchiz olunuruq, saçlar deyirik, toparlı olmalıdır. Ondan sonra, məsəl üçün, elektrik ütüsü ilə işləyərkən əli sulu işləməli deyilik, rezin atlıqdan istifadə etməliyik və s. və ilaxır. Yəni, bunlar hamısı burada gedir artıq. İqlim və temperatur. Bəs deyə bilərsiniz ki, əməyin təhlükəsizliyinə iqlim və temperaturun nə dəxli var ki? Məsəl üçün, elə dərziliyin özündən bariz nümunə göstərim. Müəllimlər, tutalım ki, məsəl üçün, bizim atelyemiz və yaxud da ki, bizə verilən sinif otağı rütubət, nəmişlik, nə bilim, tavandan su damcılayır, yağış damcıları olur. Bu prosesdə işləmək bizə nə dərəcədə intensiv ola bilər sizcə? Təbii ki, bizim iş şəraitimizi aşağı salacaq, təhlükəsiz yəni işləməyimiz mümkün olmayacaq. Bu bizim hətta bilavasitə sağlamlığımıza da təsir eləyəcək ki, bu da işimizin keyfiyyətini də aşağı salmış olacaq. Ona görə yəni həddən artıq məsəl üçün otağımızın qışda soyuq olması nə dərəcədə biz işləyə bilərik ki, və yaxud da ki, yayda həddən artıq isti olması, havasız şərait olması bizim işimizi sıfır vəziyyətə salmış olacaq. Yəni təbii ki, bu bütün iş sahələrində, peşə fəaliyyətində aiddir. Bir də var insanın sağlamlığı və yaşayış şəraiti. Məsəl üçün, burada da sağlamlığı deyəndə, məsəl üçün, insan sağlam olmayan bir insan nə qədər normal işləyə bilər ki? Təbii ki, biz də sağlamlığımızı normal qaydasında etməyimiz üçün işimizi düzgün qurmalı, işimizin təhlükəsizliyini yəni əmin olmalı, təmin etməliyik ki, uzun ömürlü və sağlıqlı iş fəaliyyətimizdə yəni işləyə bilək əsasən. Əgər iş şəraiti düzgün təşkil olunmazsa, insan tez-tez yorular, diqqəti zəifləyər və burada da yəni peşəsindən asılı olmayaq, qəza riski artmış olar. Ona görə də normal iş şəraiti üçün vacib olan amillər düzgün işıqlandırma, uyğun temperatur və nəmlik, təmiz hava şəraiti, səs və vibrasiyanın az olması bizim əsas nüanslarımızdan, qaydalarımızdan, qanunlarımızdan biridir. Əgər bu qaydalara əməl olunmazsa, iş mühiti zərarlı hesab olunur və insanların sağlamlığına bilavasitə mənfi təsir göstərir. Nəticə olaraq isə deyə bilərik ki, əməyin təhlükəsizliyi həm işçinin sağlamlığını qoruyur, həm də işin keyfiyyətini artırır. Ona görə də unutmamalıyıq ki, təhlükəsizlik qaydalarına əməl etmək həyatımızı neynir? Qoruyur. Sonda isə dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Növbəti mövzularımız da bir-birindən çox maraqlıdır. İnşallah növbəti mövzularda görüşənə qədər. Sonda isə sizdən xahişim, əgər videomuzu bəyəndinizsə, sizin üçün dərsimiz yararlı oldusa, videomuzu bəyənməyi, xoş rəylərinizi yazıb kanalımıza abunə olmağı unutmayın.